Adım bildi zaman Kerbela, yürekler omuzdan Kerbela, 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 Kerbela. Hamlisem bir adın neyneva, sana toklar değer Kerbela, türbetin olup hakiki kan, yansır ele her zaman Kerbela, 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 Kerbela. Kerbela, 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 Kerbela. Adım bildi zaman Kerbela, yürekler omuzdan. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. بارئ الخلائق أجمعين باعث الأنبياء والمرسلين ثم الصلاة والسلام على البشير النذير والسراج المنير العبد المؤيد والرسول المسدد المصطفى الأمجد المحمود الأحمد أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى آله الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. O kitap, verdiğim kitap. اللهم صل على محمد وآل محمد. قال الله تبارك وتعالى في محكم كتابه أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أفتطعمون أن يؤمنوا لكم وقد كان فريق منهم يسمعون كلام الله ثم يحرفونه ومن بعد ما عقلوه وهم يعلمون. صدق الله العلي العظيم. Evvel sözümüz təsliyyətdir. İlk sözümüz İmam Hüseyin aleyhissalatu vesselamın şəhadəti münasibətilə bəşəriyyətin nicat verəninə, bəşəriyyət aləminin gözü yolunda qalan şəxsə, bütün bəşəriyyət aləminin ehtiyacı olan ağamız, Mevlamız, sərvərimiz, dünya və ahirətimiz olan İmam-ı Zamana inşallah təsliyyət edirik. Accalallahu Teala ferecehu'ş şerif. Ervahuna ve ervahul alemin li turabi makdemihil fida. Ve ağadan xahişimiz budur, istəyimiz budur, acizanə, zəlilanə istəyimiz budur. Bu təsliyyəti bizlərdən qəbul eləsin inşallah. Amin. Ve bundan sonra təsliyyətimiz alim, üləma, məraci, müştehidin, fuqaha, sülaha, kutaba, bütün xalis və paç insanlaradır. Ondan sonra dünyada azadlıq sevər insanlara təsliyyət deyirik. İmam Hüseyin ağamızın bu şəhadətin azadlıq sevər bütün insanlara təsliyyət deyirik. Ondan sonra Seyyid Sadat Hazreti Zəhra salamullah aleyhanın balalarına deyilmişəm.
Əhl-i Beyt aleyhimussalatu vesselam ki, başdadır, Əhl-i Beyt aleyhimussalama təsliyyət deyirik və xüsusilə ağamız, sərvərimiz, Mevlamız İmam Hüseyin aleyhissalamın özünə təsliyyət deyirik. Əbul-Fəzl Əbbas, salamullah aleyh, Cənab-ı Zeynəb-i Kubra, salamullah aleyha, bütün üsəra və şühədaya, Kərbəla əsirləri və Kərbəla şəhərlərinin hamısına təsliyyət deyirik bu gün. Və sonda təbiidir ki, siz gözəl, əziz və mehriban qardaşlarıma bu təsliyyəti deyirik. Allah Pərverdigar-ı aləm İmam Hüseyin ağamızın şifaətindən bizi bəhrəmənd eləsin inşallah. Amin. Elə bil o biri tərəfdə qadınlarımız da var. Onlara da təsliyyət deyirəm inşallah. Amin. Bütün müsəlmanlar adından hamımızı İmam Hüseyin aleyhissalatu vesselamın azadlığına dəvət edirəm inşallah. Bəqərə surəsinin 75-ci ayəsin siz gözəl, əziz bəndələrə oxuduq. Allah təbarək və təala bu surədə buyurur: Əfətət'amûnə ən yu'minu ləkum. Siz intizar eləyirsiniz, təməh eləyirsiniz buna, istəyirsiniz. Yahudilər sizin ayin və dininizə iman gətirsin. وَقَدْ قَانَ فَرِيقٌ مِّنْهُمْ. Allah buyurur, onlardan bəzi firqələri var, bəzi firqələr, hamısını buyurmur ha, çünki Yahudilərin hamısı lənətlidir, bir rəhmətliklərindən də var. وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ. Onların bəzi firqələri var. يَسْمَعُونَ كَلَامَ اللّٰهِ. Allahın kəlamını eşidirdilər. Eşidirlər hətta. ثُمَّ يُحَرِّفُونَهُ. Ondan sonra bu kəlamı təhrif eləyirdilər. Təhrif sözünün mənası dəyişmək, yəni mənanı dəyişik çatdırmağa deyənlər. Bir təhrif var, bir təğyir var, bir təbdil var. Təğyirlə təbdil, biri dəyişmək, biri çevirmək. Amma təhrif bunlardan deyil. Təhrifin mənası budur ki, söz mənbəydən alınanda tutaq ki, həram kimi alıblar oradan, tutaq ki, Allah bir hökmü onlara həram kimi çatdırır, amma onlar gedirlər öz qövmülərində o sözü çatdıranda deyirlər həlaldır. Buna deyirlər təhrif. يَسْمَعُونَ كَلَامَ اللّٰهِ ثُمَّ يُحَرِّفُونَهُ. Ondan sonra Allah'ın o buyurduğu kəlamı təhrif edirlər. وَمِنْ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ. Allah buyurur, yəni onlar düşünülmüş formada bunu belə eləyirdilər, bildikləri halda bunu belə eləyirdilər. Düşüncə və əqli surətdə bunu belə dəyişirdilər. Birdən bir adam həqiqi o cür başa düşsə, deyərsən ki, o cür başa düşüb də, yəqin hər insan bir cür başa düşüb, o da belə başa düşüb. Amma Allah buyurur ki, onlar bilirdilər, ha, bu odur, bu onlar dediyi deyil. Amma onunla belə yenə öz nəfsanı istəklərinə xatir, Allahın o kəlamın öz qövmüləri içərisində elə deyirdilər ki, insanları munhərif eləsinlər, insanları yoldan çıxarsınlar, insanları aldada bilsinlər. Tövratı dəyişdilər, hökmlərini dəyişdilər. Həzrət-i Musadan alırlar xəbərləri. Həzrət Musa deyirdi ki, mən getdim Tur-i Sənaya, Allah mənə belə deyir. Hətta bəziləri də gəlirdilər Həzrət Musa'ya.
Allah'ın Musa'ya buyurduğun, Hazreti Musa deyir ki, Allah buyurdu, bu kəlamlardır. Bunları aparın, çatdırın öz qövmünüzə. Qəbilə, qövm başçıları idi də bunlar. Gedirdilər, həmin o bəzi Yahudilər öz qəbilələrində ayrı cür çatdırırdılar. Bu minvalla yavaş-yavaş Allah'ın o hökümlərin təhrif elədilər və dəyişdilər. Bu, həmin Yahudidən olan o bəzi firqələr ki, Allah bunların üzünü bizə açdı, göstərdi. İç üzün bizə Allah açdı, göstərdi. Bəqərə surəsinin 75-ci ayəsidir. Həzrət Musanı hətta belə eşidirdilər. Həzrət Musanı belə eşidirdilər, yenə eşitməkləri ilə bərabər o sözü təhrif edirdilər. Təhrif sözünün iki növ mənası var, təhrif. Birinə deyərlər ləfsi təhrif, ləfsi. Birinə deyərlər mənəvi təhrif. Ləfsi təhrif, mənəvi təhrif. Ləfs yəni ibarət. Biz ki, zahirdə deyirik, ləfs. Ləfs yəni ibarət. Ləfsi təhrif odur ki, bir cümlə eşidərsən, oradakı kəlmələri dəyişərsən. Bir cümlədə bəzi kəlmələrin yerlərini dəyişirsən, mübtədadır, xəbərdir, feildir, zərfdir. Bunların bəzilərini dəyişəndə məqsədli cümlənin özünün quruluşu dəyişir. Buna deyərlər ləfsi təhrif. Ləfsi təhrif. O biri mənəvi təhrifdir. Mənəvi. Mənəvi təhrif ona deyərlər ki, insanın məqsədi, məsələn, bir məqsədlə deyilən sözü, əgər istəsən, insanları münhərif eləməkdə ötəri dəyişib deyəsən, onda zahiri cümləni, zahiri kəlmələri deyəcəksən, amma bundan bir dənə məna çıxardıb cəmaata deyəcəksən ki, o məna əsl mənbədən gələn şeydir, mənadır. Deyən adamın məqsədi bir cürdür, amma onu aparıb başqalarına çatdıran adamın məqsədi isə ayrı cürdür. O öz məqsədinə görə, o sözləri çatdırdığına görə orada deyirlər, bu təhrifin mənası mənəvi təhrifdir. Mənəvi cəhətdən mənanı dəyişdi. Allahın kəlamların o cür dəyişib deyəndə insanlar ged-gedə, yavaş-yavaş görsünüz, həqiqi Allahın buyurduqlarından ayrı düşürlər. Nəhayət Allahın həramın həlal bilirlər və əksinə. Əksinə deyən necə? Həlalı da həram bilirlər. Bu Yəhudi işidir. Yəni təsəvvür edin, Yəhudi gör haralara əl atır. Allahın da kəlamın dəyişir. Bu Yəhudidir. Əziz qardaşlarım, 21-ci əsrdə yaşayırıq. İmam Hüseyin əleyhissalatu vəssalamın büsatın 10 gün Allahın izni ilə keçirdik. İmama layiq olan məclis keçirdə bilmədik. İmama layiq olan məclisi biz keçirdə bilmərik. İmama layiq olan məclisi İmam-ı Zaman ağa keçirdir. Əhl-i Beyt əleyhimussalatu vəssalam keçirdir. Hər gün rozada deyirlər, nohədə deyirlər, ağlayırlar da, göz yaşları tökürlər və məlaikə də qoşulur onlara. 124.000 ənbiya da qoşulur onlara. Allah nə buyurur bəs? Aşura ziyarətin yəqin ki oxuduz da inşallah.
Yaxşı olardı ki, bu 10 gündə hər yerdə Aşura ziyarəti oxunaydı. İnşallah ki, bu il oxumamısınız, gələn il oxuyarsınız Allahın izni ilə. Əhl-i Beyt Nuhə xan, Əhl-i Beyt Rozə xan, Mələikət Sinəzən, Ənbiya Zəncirdən, Zəncir, hamısı İmam Hüseyin ağamıza məclis keçirdilər. Allah nə buyurur? Əssəlamu aleyk ya Sarallah. İmam Hüseynin Kərbəlada tökülən qanın Allah öz qanı hesab eləyir. Salam olsun sənə ey nahəqdən tökülən qan ki, Allah buyurur, mən onun xəridarı, mən onun alıcısı və mən onun talibiyəm. Düşmənlərindən mən qan alacam. İmam-ı zamanımızın əli ilə inşallah. Allah Pərverdigar-ı aləm bizə elə gözəl bir gün nəsib eləyib, elə bir gözəl gün bizə qismət eləyib ki, bu günlərin qiyməti yoxdur, qardaşlar. Xoş o adamın halına ki, Allah qismət eləyib İmam Hüseyin əleyhisselamın məclisində əyləşib. Xoş o adamın halına. Elə bilirsiniz, İmam Hüseyin ağamızın məclisi hamiyə nəsib olar? Yox, hamiyə nəsib olmaz. Nə əməl eləmişsizsə mən bilmirəm ki. Amma elə bir əməl eləmişsiz, o imamın nəzərindədir. O əməlinizə xatir bura sizə qismət olub gəlmişsiniz. Xoş halınıza qardaş. Xoş sizi dünyaya gətirən anaların halına. Xoş sizə öz sinəsindən süd verən anaların halına. Xoş sizi tərbiyə verib böyüdən ataların halına. Nə gözəl bir gündür əyləşinsən imamın məclisində. Amma o birilər, o başqaları harada əyləşir? Şeytanın məclisində. Şeytan məclisində. Günah nə qədər desin, qumar nə qədər desin, zina nə qədər desin, araq nə qədər desin, şərab nə qədər desin. O da gedir orada əyləşir. Odur ki, bunu deyirəm, ha, elə bilmiyorum bu havadan da elə yığışmışsınız məscidə, xeyr. Hamımızın bir adınız dəftərdə var ki, bura gəlmişsiniz. Xoş halınıza. Bunu qoruyun, qardaşlarım. Bu gözəlliyi qoruyub saxlayın. Və bu ismət pərdəsinin də o biri tərəfində olan qadınlarımız, Allah salamət eləsin. Siz də qoruyun. Siz də elə belədən gəlməmişsiniz bura. Sizi də xanımlar xanımı dəvət eləyib sizi də ora. Öz başınıza gəlməmişsiniz. Əziz qardaşlarım, gəlin bu axşamı Cənab-ı Zeynəb axşamı qərar verək inşallah. O dağ görən Zeynəb. Amma rozasını axırda oxuyarım inşallah. Düzdür, axır əvvəl yoxdur onlar üçün. Başlayanda da elə gərək adın çəkəsən, yazasan, adın qoyasan ürəyin başına, deyəsən can ya Zeynəb. İki təhrifi ərz elədik. Bugün 21-ci əsrdə Kərbəlamızı təhrif eləyirlər. Kərbəla vaqiəmizi əlimizdən almaq istəyirlər. O Yahudi, Musa Peyğəmbərin dövründə olan Yahudi öldüsə də, onun bala nəvələri hələ ölməyib. Elə bizdən onlar da gedir, qiyamətə qədər gedirlər. Bu biri tərəfdən imamın aşiqləridir, sizin kimilər. Allah özünüzü, ailə özü, balalarınızı inşallah yer-göy bəlasından hifz eləsin. Adam sizlərə baxanda inanın, qanad istəyir ki, qanad açıb uçsun sevindiyindən.
Mən o hissləri çatdıra bilmirəm sizə, ona görə hamınızdan üzr istəyirəm ki, yəni doydura bilmirəm sizə. O eşqüz ki var, mən onun müqabilində heçəm, heç. Gecənin bir aləmi, hərənin bir işi gücü, hamısını buraxmışsınız, gəlmişsiniz bu axşam o xanımın qapısına. Onu dəyərləndirə bilmərik. Biz onun əvəzini təşəkkürdən çıxa bilmərik. Bizim qüdrətimiz yoxdur ki, məsələn, deyək, çox sağ ol, gəlmişsən xanımın qapısına. Kimin qüdrəti var, ora versin sizə onun hamısını, Cənab-ı Zeynəb Səlamullah əleyha özü verər inşallah. Hamımız nökərik xanımın qapısına. Bax, bunu qoruyalım, əziz qardaşlarım. Əziz ana-bacılar ki, eşitirsiniz, bunu qoruyalım. İmam Hüseyin əleyhissalatu vesselam Kərbəlada 30.000 qoşunun qarşısında dayandı. Ağa bir kəlmə buyurdu, aləmlərin canı fəda olsun sənə, ya Hüseyin. Ağa buyurdu, muliət butunukum minəl haram. Qarınlarınız haramdan doludur. Ona görə imamınızı tanımırsınız. Ona görə Zəhra balasını tanımırsınız. Hamımız yığılmışsınız Peyğəmbərin balasının başını kəsməyə. Ağa buyurur, bunun amili haram yemək üzdür. Əziz qardaşlarım, cavan qardaşlarım, yeni yetmələr, axsaqqal və bizdən böyük yaşlı olan insanlar, aman günüdür haram yeməyəyim ha. Haram yeməyəyim. Mümkündür, haram deyəndə elə bilərik donuz əti, şərab, araq, qumar, qazanmış filan bu kimi işlərdir. Yox. Haram bəzən görürsən elə taksidir də, gedir Allah şeytana lənət eləsin, 50 qəpiklik yola aparır 1 manata. Vallah o 50 qəpik ki özünün haqqı puludur o heç, qalan o 50 qəpik girəcək evinə, girəcək o puluna, cibinə hamısını xarab eləyəcək. Hamısını xarab eləyəcək. Nəfsin tüğyan elətdirəcək. Halbuki biz nəfsimizi zəlil eləmək uğrunda mübarizə aparırıq ki, ilahi, nəfsimizi zəlil eləməkdə bizə kömək ol. Amma o 50 qəpik onun nəfsin tüğyan etdirəcək. Tüğyan. Özü də yiyəcək, ailəsi də yiyəcək, körpə uşaq dünyaya gələcək, hamısı xarab oldu. Nə xarab elədi bunu? Dünya malı. Nə qədər idi? 50 qəpik. 50 qəpiyin hesabı budur, ha, gör indidə çoxları nə qədərdir. Kənd adamı yoxdur, hamımız kəndçiyik, hamımızın heyvanımız var, malqaramız var. Görürsən, gecə ilə gedir, o şəxsin yerində biraz, bu şəxsin yerində biraz. Əziz qardaşım, o heyvan ki ağzın atır ora, süd yığılır. Sağırsan, yaman günə düşür evin. Alt-üst eləyirsən evi. Aman günüdür. Mümkündür biri fikirləşər ki, axı bəzən olur, qəsdən olmasın. Heyvandır da təsadüfən, bıraxdın, ağır yox, filan yox. Qaçdı, getdi, sən də yücürdün dalıcan, çıxardıncan, o işi gördü, eybi yoxdur. Allah pərvərdigara, ərhəmər rahimindir. Sənin ki, qəlbində o yoxdur, qabağından, qarşından qaçdı, getdi, bu işi gördü də. Amma qəsdən eləmə. Yolumuza çipi oğurlama. İkisini ataq motosikletə nə olacaq, görməyəcəklər. Vallah bəla gətirirsən evə. Bəlanı gətirirsən evə, aman günüdür. Xırdaların mən deyirəm, öz zehninizdə hesablayın. Xırdalarının belə bəlaları varsa, görüldü böyükləri necə olacaq. Həzrətdən öyrənmişik bu dərsi. İmam Hüseyin əleyhissalamdan öyrənmişik bu dərsi ki, ağa buyurub, Peyğəmbər balasını tanımamaq uzaq. Həzrət-i Zəhra Salamullah əleyhanın balasını tanımamaq uzaq. Səbəb, qarınlarınızda həram olmasıdır. Həram yemişsiniz deyə mən İmam Hüseyini tanıya bilmirsiniz. Ona görə də qətlmə fərman vermişsiniz. Bu Kərbəlamız, bu 21-ci əsr, bu da biz. Kaş bugün bu dəmdə oleydin Kərbəladə. Neyniyərdin qardaş olsaydın
Ay əziz qardaşım, mehriban qardaşım, neyini yazır? Aleydim Hüseyin qanın, öleydim Kərbəlada. Nə gözəl cümlədir. Allah sənə rəhmət etsin, şair yazmışsan, nə gözəl cümlədir. Amma əziz qardaşım, Kərbəla 1400 il bundan qabağa aid dövrü, Adəm Peyğəmbərdən qiyamətə qədər hər yer Kərbəlada, hər gündə Aşuradır. Hər gün Aşura yaşayırıq, sabahımız da Aşura olacaq, birisi gün, qocalana qədər, ölümcən, nəslimizlə ölümcən, ta qiyamətə qədər hər yer Kərbəla olacaq, hər gün Aşura olacaq. Allah Təbarək və Teala o qəlbi yoxlayır. Kərbəlanı gətirib bura. Kərbəlada yox. Necə Kərbəlada yox? O cür Kərbəlada yox ki, o cür Aşurada yox ki, hər gün qarşımıza günah çıxır. Əgər günahı adlayıb keçə biliriksə, biz də İmam Hüseyin ağamızın qoşununda əlimizdə qılınc döyüşürük və düşmənə qalib gəlirik. Eşit gör, nə deyirəm ha sənə, cavan qardaşım? Fikir ver sözlərə. Gecənin bir aləmini vaxtıyla qoymusan ağamızın məclisinə gəlmişsən bura inşallah. Gör sənə nə deyirəm, qulaq az, diqqət elə sözə. Elə bilməsən Kərbəlada döyürsən, elə sən də Kərbəladasan. Amma Allah pərverdiqarı aləm göstərməsin. Birdən imamın qoşununda olmaram. Birdən İbn Ziyadın qoşununda olaram, imama qılıb çəkərəm. Ha, dünya və axirət üz yandı onda. Dünya və axirət. Bizdən fikirləşərsiniz, baxın, hələ belə bir şey yoxdur, çaşdıq qaldıq. Necə yəni İbn Ziyad qoşunu, imam qoşunu? O da bundan ibarətdir. Sabah günah çıxacaq qabaqla, günah. Şeytan ölməyib ki. Elə ki günahı atladın, keçdin, qəlb vermədin, ürək vermədin, könül bağlamadın, razı olmadın günahla, onda İmam Hüseyin ağamızın qoşunundasan, Yəzid qoşunu ilə mübarizə aparsan və qalib gəlirsən. Xoş hal ol, əhsən sənə. Allah qoluna qüvvət versin, düşmənləri qır. Amma burada deyəcək, Allah imanına bərəkət versin. İbadətlə bərəkət versin. Sevgiyə və eşqə Allah bərəkət versin ki, düşmənləri məhv edirsən. İbn Ziyadı məhv edirsən. Amma birdən günah qarşımıza çıxanda onu adlayıb keçə bilməsək, günahın qarşısında aciz qalsa, nəfsimizi boğa bilməsək, nəfsimiz bizə əgər qalib gəlsə, onda neynəyəcək, necə olacaq? Onda keçəcək İbn Ziyad qoşununa tərəf, alacaq əlimizə o qılıncı, nizəni, oxu, qalxanı, kamanı İmam Hüseyin ağamızın üzərinə mübarizəyə qalxacaq. İmam Hüseyinlə vuruşacaq. Budur Kərbəla. İmam Hüseyin tənha Yəzidi məhv eləmədi, ha. İmam Hüseyin dünyanın əvvəlindən sonuna qədər nə qədər tağut rejimi varsa, nə qədər zalim hökumət varsa, nə qədər zalim padşahlar varsa, hamısının arxasını vurdu yerə, hamısını məhv elədi. Hindistanın azadlıq hərəkatının rəhbəri Mahatma Gandhi, Indira Gandhi'nin atası, Mahatma Gandhi, müsəlman da deyil ha, ölüb gedib, müsəlman da deyil. Bir dənə bütpərəst idi, daşa yalvaran bir dənə bütpərəst. Amma özü bütün millətinin azadlığa çıxmasına görə müsəlmanların 3-cü imamı Həzrəti Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalama borcludur. Özü deyir, ha? Deyir, mən millətimi o mübariz bir şəxs ki, əzəmətli böyük bir şəxs olub, müsəlmanların imamı olub, onun tarixini oxuyandan sonra öz millətimə azadlıq verdim, millətimizi azadlığa çıxartdım. Odur ki, Hindistanda 80 milyon şiyə var. Bugün Hindistanda 80 milyon şiyə var. O şiyələrin mənşəyi, mənbəyi ağamızdır. Həzrət Seyyid-i Şühəda salamullah aleyh. Deməli, biz elə hər gün Kərbəla və Aşura yaşayırıq, əziz qardaşlar. Hər gün həm Kərbəlada yox, həm də Aşurada.
Aman günüdür imama tərəf qalxmayalım, ha. Aman günüdür imamın əleyhinə qılınc vurmayalım. Aman günüdür imamın qarşısında olmayalım. Bugün imamın qarşısında deyil, kənarında olmaq lazımdır. Bugün imama tərəf deyil, imamın kənarında olub düşmənə tərəf olmaq lazımdır. Bugün imamın əleyhinə mübarizə aparmaq deyil, imam tərəfdən olub düşmənlərlə mübarizə aparıb onları qalib gəlməkdir. Necə qalib? Bayaq saydı o. Günahdan çəkinin. Günah. Əgər günahdan çəkinsək, elə bilin Kərbəlada qılınc götürüb düşməni məhv eləmişsiniz. Günahlar da ki, o qədər günahlar var, onları saymaq əgər indi başlasaq, biz onları sayıb qutara bilmərik. Nə qədər bacarmağı bilirsinizsə, bacarırsınızsa çəkinməkdən gərək çəkinəsiniz. Günahdan çəkinmək insan gərək bacara. O günahdan özü çəkindirməz, qardaş. Valideynlərlə rəftarınıza fikir verin, övladlarınızla rəftarınıza fikir verin, ailənizlə rəftarınıza fikir verin, həyat yoldaşınızla rəftarınıza fikir verin. Bilin ki, həyat yoldaşınızla necə rəftar eləsəz, uşağınız da sizə baxır. Uşağınız da öz ailəsi ilə elə rəftar eləyəcək. Əgər sən can desin, oğlun da sabah ailəsinə can deyəcək. Əgər sən onu təhqir, tənqid, döymək, vurmaq, əskilmək, kiçilmək, rəzil etmək, bu kimi işləri görsün, oğlun da o xüsusiyyəti yaşadacaq, o da öz ailəsini elə eləyəcək. Budur Kərbəla, budur Aşura, budur imamın qələbəsi, budur imamın düşmən üzərində mübarizə eləyib, onu sonunda məhv eləməsi. Yazid hökuməti İmam Hüseyin əleyhissalatu vəssalamı şəhid eləyəndən sonra elə bildilər, qalib gəldilər. Çünki bir növ insanlar var, bir qrup, bir dəstə insanlar var, onlar yalnız zahiri görürlər. Kim öldüsə, ona deyirlər filankəs məğlub oldu və kim öldürdüsə, ona da deyirlər filankəs qalib oldu. Yəni filankəs ona qalib gəldi. Zahiri görən adamlar bunu düşünür. Amma Kərbəlada zahirdən əlavə böyük bir batin var. İmam Hüseyin əleyhissalatu vəssalam şəhid olması ilə bərabər eyni zamanda da qalib gəldi, qələbə çaldı, məhv olmadı. Dəlili hardandır? Dəlili də budur ki, Həzrət İmam Hüseyin əleyhissalatu vəssalam azadlıq uğrunda böyük ruhiyyə ilə, mübarizə ilə haqqı tələb etmək, ədaləti tələb etmək uğrunda getdi, şəhid oldu. Nəticəsi bəs hanı? Nəticəsini hardan görək? Nəticəsi də budur, imamın qalib gəlmə nəticəsi budur ki, 1400 illi İmam Hüseyin yaşayır, məclisi də yaşayır, büsatı da yaşayır, bütün sözləri də aramızdadır, qiyamətə qədər də yaşayacaq. Amma Yazid hökuməti ilə o zamanda ki, özü yaşayırdı, o zamanda adı qalmışdı. Özə necə adı idi? Əxlaqsızlıq, rüşvətxorluq, baş kəsən, tağut rejimi, zalim hakim. Belə yaşadı o neçə illər. Özü ölüb gedəndən sonra, cəhənnəmə vasil olandan sonra Yaziddən ad aparmadı. Yaziddən heç kim ad aparmadı. Məhv oldu. İmamı şəhid eləyəndən sonra gördülər, fikirləşdilər ki, biz imamı şəhid elədik. Biz imamı öldürdük ki, bu söhbət qutarsın, imamın başına toplaşan olmasın. Amma gördülər, bundan sonra imamın qəbrinə toplaşdılar. Necə məqsədimizə çatdıq ki, hələ qəbrinə toplaşır cəmaat, hələ cəmaatı imamdan ayıra bilməmişik. Fikirləşdilər ki, qəbrin də dağıtsıq, bəlkə məqsədimizə çatarıq. Qoy müsəlmanlar yığışa bilməsin. Ondan sonra o zalim hökumət, o zalim tağut rejim gəldi imamın qəbrini də dağıtdı. Canlarımız sənə fəda olsun ağa. O qəbrini də dağıtdılar. Su da açdılar. Suyu tərəfdən döndərdilər ki, o ərazinin hamısını, suyusunu aparsın, içsin qəbir. Amma neynədilər? Soyuda bildilər cəmaatı. Məcəl mümkündürmü? Məcəl mümkündürmü şiəni İmam Hüseynindən soyudalar? Məcəl mümkündürmü azad sevən hər bir şəxsi İmam Hüseynindən soyudalar? Bu mümkün olmadı.
Bu günə qədər də bütün səfərbər, bütün qüvvələri səfərbərləyiblər, amma yenə də məqsədlərə nail ola bilmədilər. Hər il imamın büsatı var, yaşayır və günbə-gündə artacaq. Siz cavanlar, qabaqlar bu ağsaqqalların yadına gələr. Məsciddə elə olan adamların hamısı ağsaqqal idi. Bir dənə cavan yeni yetmə yox idi ki. Amma Allah sizi var eləsin. İndi ağsaqqal görə bilmirik. Bütün məscidlər belədir. Hamısı cavan, hamısı yeni yetmə. Şükür Allah'ın izzət və cəlalına. Əgər bu qələbədə öyrədir, qardaş, əgər bu düşmən üzərində qalibiyyətdir, sevin ey qardaş ki, Allah bu gözəl büsatı sənə nəsib edib. Birinci təşəkkür elədiyimiz şəxs bilirsən kim olmalıdır, əziz qardaşım? Allahın evində əyləşmişik. Birinci bilirsiniz kimə gedək təşəkkürləyək? O əlləri qabar olan anamızın əlindən gedək öpək. Əlindən yox, ayağından öpək. Niyə? Deyək ana, Allah sənin üzüyü ağ eləsin. Allah sənin üzüyü ağ eləsin. Mənə hansı süd vermirsən ki, mən İmam Hüseynimi sevirəm. Sevirəm ağamı. Atamızdan təşəkkür edəyək. Təlim, tərbiyə verən müəllimlərimizə təşəkkür edəyək. İspaniyada əxlaqsızlıq məktəbi açılıb. İspaniyada əxlaqsızlıq məktəbi açıblar. 4 kursdan ibarətdir. 4 kurs, 4 il. Şagirdlər, tələbələr, əgər tələbə demək mümkündürsə, Allah hamısına lənət eləsin. Bu şagird tələbələri, o məktəbə gələnlər hər gün 2 növdə dərs getirirlər. 2 növ. Biri nəzəri, o biri praktiki. Əxlaqsızlıq məktəbidir. Nəzəriyyə otaqları bir yerdir, praktiki otaqları ayrı yerdir. Gedirlər nəzəri dərslərini keçib qutarandan sonra gəlirlər praktiki dərs keçməyə. 4 ildən sonra da sənəd verilir. Ondan sonra harada gəlsələr gedirlər. Amma biz müsəlmanlarda şükürlər olsun Allahın izzət və cəlalinə belə bir şeylər yoxdur. Düzdür, müsəlmanın ola bilər təkliki bəziləri nəfsinə qalib gələ bilməz, şəhvət tuğyan eləyər, gedər əxlaqsızlığa özünü atar. Bu var, müsəlmanda da var. Amma həqiqi müsəlman belə eləməz. Qeyrət, vicdan, namus, ismət, abır, həya, heysiyyət, əzəmət, böyüklük, alicənablılıq hamısı müsəlmandadır. Düşmən məhv eləməkdən ötəri bu yollara əl atıb. Əkin biçinizə qurd-quş dəyməsin deyə orada müqəvvalar asırsınız. Ki qurd-quş görsün orada nəsə var, qorxusun gəlməsin. Amma onun içindəki bir şey yoxdur. Elə bir taxtadır, bir papaq qoyursan başına, bir qol düzəldirsən ağacdan, köhnə pencəkdən, zaddan tapırsan, geyindirirsən ki, quş bəlkə elə bilə, burada bir dənə fikirləşə, burada bir dənə adam var. Amma quş olmağına baxmayaraq, quş da hiss edir ki, balam, elə bu hər gün bir formada dayanır. Heç bir dönüb eləməyir, yeriyib eləməyir. O da hesab fikirləşir də, o da bilir ki, bu quşu anladır. Hiss da indi quş olaraq baxmıyor, rahatça da gəlir, bir də görsən elə, onun başının üstünə də qonur. Yəni, səymək, şəbədə eləməkdə ötər ki, məni allanmaq istəyirsən, bu da filan. O qonur başına, sonra çıxır gedir. Niyə? Çünki onun içi yoxdur, çanaq qalır. Düşmən bizim içimizi alıb çanağımızı saxlamaq istəyir. Adı qoy müsəlman olsun, evi yoxdur, amma içi müsəlman olmasın. Əxlaqsızlıq, əyyaşlıq, qumarxanalarda olsun, zinabazlıqla məşğul olsun. Ta ayrı şeylər ki, özünüz bilirsiniz. Toy axşamları lap ağrımızı aparıb.
Əvvəllər bir gün idi, indi da 2 gün, 3 gün, axşamdan da sabaha qədər qumar. Axşamdan sabaha qədər qumar. Əziz qardaşlarım, aman günüdür, əyəğuz dəyməsin ha o yerə. Cəhənnəm ateşidir, cəhənnəm ateşi. Ora gələn ancaq şeytanlardır. Axşamdan səhərə qədər fərqi yoxdur. Ha, bəziləri deyir, mən oynamıram ki. Oynamırsansa, onda orada nə gəlsən, baxıram. Baxırsansa, deməli, o küfürlə razılaşmısan. Qəlbin razılaşır. Ona görə də onlar düçarı olduğu bəlaya sən də düçarı olacaqsan. Çünki Şüeyb Peyğəmbərin qövmündən 100.000 nəfərə bəla gəldi. Allah buyurdu, ya Şüeyb, ümmətindən 100.000 nəfərə bəla verdim. Həzrət Şüeyb səbəbini soruşdu. Allah buyurdu, 40.000'i günahkardı. Həzrət Şüeyb ərz elədi, ilahi 40.000'i ki günahkardı, bəs 60.000'inin günahı nədir? Allah buyurdu, ya Şüeyb, 60.000'i də o günahı gördü, amma sustu, hesab demədi. Mənim uşağım deyir ki, neymi lazım? Mənim cibimdən götürüb eləməyir ki, fikir versiniz. Bəs onda biz necə müsəlmanıq? Bəs hanı bizim mübariz olmağımız? Bəs hanı məsciddə seysinə vurmağımız? Bəs bayaq dedi, yaxı, Allah eləməsin İbn Ziyad qoşunundan durub imama qarşı vuruşa. Bu da onlardandır, ha? Sən denən, qardaş. Sözü denən. Savaşmayı, döyüşmə. Məntiqi, mehriban, gözəl. Sözü denən. Denən, qardaş, bu məscidi görsən, ayıbdır. Məscidin yanında o işi görməzlər. Bu bir. İkincisi, denən, görsən bu qadınlar, bax, gözəl hamımızın namusumuzla, anabacımızdır. Bunlar rahat kesib küçə ilə gəlsinlər. Yayda olur bu çox şeylər. Bəzən görürsünüz saat 3'ə 4'ə qədər. Bəzi qız gəlində gedəndə qorxurlar. Yığışırlar. Mən neçəsini görmüşəm. Nərdxana, damloxana, səsdən, küydən bəzi fəqir füqara heç evində də yatamıyır. Nə var, 5-10 dənə burada kənd zamanlar, bekarçılığı yığılıb orada yüksəkdən də gülürlər, damlonun şaqqıltısı, nərdin səsi köyüb, biraz da bəzən görürsən, söyüşsat da söyürlər, evin içində cəmaat eşitir. Budur, bax, bizim düşmən üzərində qalibiyyətimiz budur. Əgər bunlara biz riayət eləsin, bunlara biz yerində qəşəng fikir versək, çox çəkməz. Bir neçə ildən sonra düzələr inşallah. Deməli, Allah təbarək və təala hamımızı bura özü gətirib, imam özü gətirib, əhl-i beyt özü gətirib, niyə gətirib dediyimiz kimi bizi dəvət edib. Niyə? Bir dənə işimiz var ki, o xoşlarına gəlib. Nə işimizdir? Sabahdan otur fikirləş. Gör, nə eləmişsən imamın xoşuna gəlmişsən, əziz qardaş. Bəlkə anamıza mehriban davranmış ol, bəlkə atamızın xidmətində dayanmış ol. Tarixdə o qədər insanlar olub, bizdə dəfə atasına, anasına rəftar eləməklə, hörmət və ehtiram eləməklə Allah onun məqamını qaldırır. Get-gedə mənəvi hallar yaşayıb, nəhayət olub böyük bir dənə arif, böyük bir dənə şəxsiyyətə çevrilir. Həzrət İmam Hüseyin əleyhissalatu vəssalam elə bir şəxsiyyətdir ki, o şəxsiyyətin qapısında gərək nökər olasan. Gərək nökər olasan. Və o nökərliyində də sadiq qalasan. Ölüncə sadiq qalasan. Elə fikirləşmə səni görən yoxdur. Hamısı görür səni. Biz bəndələr görə bilmirik yaxı. Bizim üçün divar maniədir. Pərdə maniədir. Pərdənin uzun görənmirik. Divarın uzun görənmirik. Amma Allah və əhl-i beytdə maniə yoxdur. Harada varsansa hər gün görürlər səni. Nə iş görürsənsə hamısını görürlər. Qəlbindən nə hiss keçirdisənsə onu da bilirlər. Allah və əhl-i beyt. Gələk bu qapıda nökər işləyəsən, bunların qapısında. Və bugün nökərliyinizi imza elətdirmişsiniz. Allah hamımızdan razı olsun. Nəylə imza elətdirmişsiniz? Bu gəlmə yüzünə. Gəlmişsiniz əl sinədə, ağanın qapısında dayanmışsınız, ağa, başına dolanım, nökərliyə bizi qəbul edirsən.
Ağa, layiq bilirsən biz də qəbul. Atam anam sənə qurban yaxşı. O hamımızı nökərliyə qəbul etsin, ağanın qapısında nökər olaq. İnşallah sual cavabı da əgər olsa bir neçə dəqiqə ayırarıq. Elə bilirəm bura qədər də kifayət olar. Buradan ayanası gəlin gedəyin Cənab-ı Zeynəb qapısına salamullah aleyha. Bugün Zeynəbin çətin günüdür. Cənab-ı Zeynəbin ağlar günüdür. Qardaşları əlindən gedən Zeynəb. Dağlı Zeynəb. 2 oğul verdi balasının qardaşı İmam Hüseynin yolunda 2 dənə gənc, yeni yetmə oğul verdi. İmam Hüseyin aleyhissalatu vesselam şəhidlərin başının üstünə gedirdi. Şəhidləri götürüb bir-bir gətirirdi xeymiyə. Atam anam sənə qurban ya Hüseyin. Cənab-ı Zeynəbin o körpələri, o yeniyetmə gənc balaları da şəhid olanda İmam Hüseyin ağa gedib onları da gətirirdi xeymiyə. Cənab-ı Zeynəb anadır, ana. Amma balaların qardaşı Hüseyin gətirirdi xeymiyə, Cənab-ı Zeynəb xeymədən çıxmırdı çölə. Ya Zeynəb, sənin balaları o gətiriblər. Cənab-ı Zeynəb buyurur, mən qardaşım Hüseynin yanına çıxmaram. Qardaşımın bir balası şəhid olub ki, Əli Əkbəri şəhid olub, balalarım da qurban olsun Əli Əkbərə. Qəhrəman-ı Kərbəla budur bax, qəhrəman-ı Kərbəla. İmam Hüseyin aleyhissalatu vesselam ağa şəhid oldu yar Ənsari ilə, bütün bacılar, balalar, qızlar qaldı Cənab-ı Zeynəbin umuduna. Hamısına pasibandı Cənab-ı Zeynəb. Öz payına düşən o yeməkləri, o qəzaları da verirdi xanım, o körpə balalar ki, bəlkə onlar rahat olsunlar. İmam Zeynul Abidin aleyhisselam buyurur, bir gece gördüm bibim Zeynep oturduğu yerde namaz kılır, gece namazı. Onda bildim değil hanım bibim, özünün payına düşenlerin hamısını verir o körpelere. Artık bibimde takat kalmayıp ayağa durar. Xərabe mənzilinə apardılar. Cenab-ı Zeynep baxırdı Rüqəyyiyə, ürəyi parçalanırdı. Sən ya Zeynep. Baxırdı Rüqəyyiyə, ürəyi parçalanırdı. Bir gün gördü Rüqəyyiyə, xərabe mənzilində o qapının ağzında dayanıb, gördü Rüqəyyə əyilir aşağı, parmağıyla torpağa nəsə yağır, ondan əyilir, öpür, ağlayır, öpür, ağlayır. Geldi boynum qucaqladı, gözlərim balam, şirin dilli kızım, ne yazırsan? Dedi, əmmə, bibi, kardeşim Əliyə Əkbəri görə bilmərəm. Adın yazıram yerə, əyilib onu öpürəm, bəlkə qəlbimə təsəlli olar. Can yaz. Bir gündə gördük o balası, o 3 yaşında körpə balası geldi dedi, bibi daha, axı sən mənə demişdin aton gələcək, bəs mənim atam Hüseyin niyə gəlmədi? Allah o körpə balanın o dilləri Cənab-ı Zeynəbin ürəyinin başına od salırdı. Qardaşınla 3 yaşında yadigarı. Yazid məlum bir gün gördü, o xərabə mənzilində bir nalə səsi gəlir, bir körpə uşağın nalə səsi gəlir. Soruşdu nədir o, dedilər o
İmam Hüseyin'in o 3 yaşında körpe balası değil, atasını istəyir. Yazid məlum dedi, aparın o kəsik başı verin, bəlkə dincələr. Onda gördülər, sininin üstündə qoyublar, üstünə də bir dənə örtüyü çəkiblər, gətirib verdilər. O körpə 3 yaşında. Elə ki, Rüqəyyə əlin atdı, o örtüyü ki götürdü, baxdı, gördü, atasının yaralı başıdır. Gördü İmam Hüseyin'in o qana bələşən başıdır. Səslədi əmmə Zeynəb, dügər, babam gəlir. Dedi bibi Zeynəb, dügər, atam gəlir. Zeynəb deyir, gəldim, gördüm, Rüqəyyə o saralan dudaqların, qoyub o qana bələşən dudaqlara. Hamı desin ya Hüseyin, məzlum Hüseyin, can ya Hüseyin. Zeynəb deyir, gördüm o balaca bala, qana bələşən başı aldı qucağına. Baba Hüseyin, hoş geldin baba. Rüqəyyə yoxlamağa hoş geldin baba. Gördü bu yaralı başla razı niyaz edir. Gördü o yüreğinde olan dertleri babasına söyleyir. Gördü Rüqəyyə o bedeninde qəm tiyerlerin babasına söyleyir. Gördü Rüqəyyə ayağının altının qabarların atası Hüseyn'e söyleyir. Ama o kadar danıştık, Zeynep birden gördük, Rüqəyyə özünden geçti kaç şeyleri. Zeynep yakınlaştık, baktı gördü Allah, babası da canım kabızını valla. Uzadan bana ya Hüseyin, can Hüseyin. Zeynep geldi, bu balaca balanı guslün verdi, kefene büyücüdü. Gördüler Zeynep ile yana yana ağır. Dediler Zeynep niye ağır? Zeynep dedi bu balamın bedeninde o kadar gam yer var ama. Yüreğimin derdine kurban ya Zeynep. O perişan kabrine kurban ya Zeynep. O davanın içinde kalan kabrine kurban hanım. Gördüler Zeynep kefeni büyücdü. Apardılar defn eylemeye. Hamı geldi. Gördüler Rüqəyyənin anası Rübab geldi. Yandı yüreğimiz Allah, yandım Allah. Allah hep bir anıya o zamandan bu körpe dağı sertme. Rüqəyyə ilə hamı xudafizləşdik, hamı döndü qəbrdən. Rübab deyir, gördüm Zeynep gelmedi. Dedim Allah olmayan Zeynep de Rüqəyyə ilə öldü kaldı qəbrdə.
görəm Zeynep neydi? Bir gördüm Zeynep kəfənim beğendin artık. Gözüm koyup Rüqəyyənin saralan yüzüne. Bala bibim sana kurban ay Rüqəyyə bala. Ya Zeynep, ya Zeynep, ya Zeynep. Allah lanetullah alel kavmi zalimin. وسيعلم الذين ظلموا أي منقلب ينقلبون. Perverdigar ağladı uyan qəmcin oldu. Xudaya bu əzamızı Cenab-ı Zeynəbin dəftərində zəbt elə. İlahi İmam-ı Zamanımızın gəlişini təcil elə. Perverdigara bizləri ağanın xalis nökərətçərlərindən qərar ver. Xudaya xudavəndə Allah İmam Hüseynimizin əzasına sataşanları yerin göyün afatı bəlasına düçar elə. Xudaya xudavəndə bu büsatı əlimizdən almaq istəyənlərə fürsət vermə. İlahi İslamın düşmənləri hər yerdə var, düzəlməsələr məhvi nabud elə. Perverdigara bu məhərrəmli mərasimin möhkəm qoruyub saxlamaqda hamımıza Cenab-ı Zeynep qeyrəti əta elə. İlahi həyatda yaşayış qeyrət, bütün keyfiyyətləri Cenab-ı Zeynep'dən öyrənməyi hamımıza nəsib elə. Perverdigara cəmi valideynlərimizi qəriqi rəhmət elə. İlahi gələcək nəsillərimizi salihat, salihin, özümüzü muxlis və muxləslərdən qərar ver. Perverdigara cəmi ölənlərimizi qəriqi rəhmət elə. İlahi cəmi qalanlarımızın canın səlamət, ömrülərin uzun bərəkətli elə. İlahi bu cəmatın əkin, bitin, mal, qara dirzik özlərinə, ailələrinə, Perverdigara kəsblərinə, ruzilərinə min bərəkət ver. İlahi səni tanımaqda, əhl-i beytüyü tanımaqda, Allah özün bizə elm əta elə. Perverdigara dünya məhəbbətin qəlbimizdən çıxardıb, İmam-ı Zamanın məhəbbəti ilə qəlbimizi münəvvər elə. İlahi əhl-i beytdən bizi ayrı salma. Perverdigara qəbrimizin əvvəl gecəsində ağamız, Mevlamız, sərvərimiz İmam Hüseyni bizim harayımıza yetir. Perverdigara bizi öldürəndə günahlarımızı tamam bağışla öldür. İlahi Əbulfəzl Abbas ağamızla İmam Hüseyin ağamızın arasında olan qardaşlığı məhəbbətə and veririk. Biz qardaşları bir-birimizə rəuf-i mehriban elə. İlahi bizi nakişlərə, binamuslara, qeyrətlərə möhtac eləmə. Perverdigara bir neçə dövlət var, yığışıblar. Allah biraz pulları var, Müslümanları qırırlar. Xudaya xudavəndə, əmma Müslümanların yiyəsin hələ tanımayıblar. Allah Müslümanların ağasın hələ tanımayıblar, o kimdir? Xudaya Müslümanların o nicat verən ağasın bizə tez yetir. Allah Müslümanların başının üstündən əsən bu qara illəri tez bir zamanda özün uzaqlaşdır. Perverdigara Müslümanları qıranlara bundan artıq da fürsət vermə. İlahi Müslümanları düşdükləri bu girdabı bəladən tez bir zamanda azad elə. İlahi Perverdigara aləm hamımıza halal yolla asan ruzi nəsib elə. Xudaya xudavəndə Allah
bizi kasıb eləyib başqalarının qapısında bizim abrımızı aparıb əl açdırma. Xudaya xudavəndə özündən başqa bizi heç kimə möhtac eləmə. İlahi Pərverdigar-ı aləm, vətənimizdə gözəl insanlar var. Allah hamısının ömrünə bərəkət ver. Allah ən başda xüsusilə tələbələrimizdir, təhsil dalıcan gedənlərdir. Allah ömürlərin uzun bərəkətli elə. İlahi ömürləri ilə bahəm təhsillərinə min bərəkət ver. Allah onların başını həmişə uca elə. İlahi istikbar qarşısında, tağut rejiminin qarşısında dözməyə onların hamısına tab ver. Pərverdigara zindanda yatan azadlıq mübarizəsi uğrunda tutulan qardaşlarımızı Əbul-Fəzl Əbbasəli ilə azadlığa çıxar. İlahi onların ailələrinə, yaxınlarına, dostlarına, biz tələbələrə Allah səbr-i İmam Hüseyni kəramət elə. Xudaya xudavəndə bu amin deyən dilləri zal eləmə. Allah səni and verirəm, öz Allahlıq ola. Bacardığımızdan namaz qılıb oruç tuturuq. Xudaya onların hamısını bizdən qəbul elə. Xudaya xudavəndə Allah vətənimizdə olan insanları yerin göyün afat-ı bəlasindən hifz elə. Allah düşmən fitnəsindən, düşmən hiləsindən cəmi ibadət, dindar insanları, müminin o müminatın hamısını hifz elə. Xudaya xudavəndə hər kim İslam mübarizəsi uğrundadır. Allah hər kim İslamın yolunda düşmənlərlə mübarizə eləyir, onların canını səlamət elə. İlahi ölən alim, üləma, məraci, müştehidin hamısın qəriq rəhmət elə. Hal-hazırda yaşayan məraci, müştehidin, alim, üləma, füqaha, süləha, yerin göyün afat-ı bəlasindən hifz elə. Ömrülərin uzun bərəkətli qərar ver. İlahi bizə yüksək ruhiyyə verməklə İslamın uğrunda böyük mübarizə eləyib, daxilimizdə möhkəm inqilab eləyib, şeytanı məhv eləyək. Xudaya xudavəndə ən böyük düşmənimiz olan şeytandır. Mübarizə aparıb qalib gəlməyi bizə nəsib elə. Xudaya xudavəndə şeytandan, şeytan sifətli insanlardan, məkrизənəndən hamımızı hifz elə. İlahi yadımızdan çıxan duaları müstəcab qərar ver. Pərverdigara hamımızın aqibətimizi hətmi bir xeyr elə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme taqabbel minna ibadetena, ziyaretena, duaena, salatena, sırrena, savmena, bukrana. حكنا بالكلب الصفاء سيدنا الطاهرين Kalbime şöyle salırlar, sabr-ı aramim alırlar. Ağlarım ben başın üstten, ağlayanda el salırlar. Meşki fare gözü yâre gargaş, dur beni soyma fare gargaş. Meşki fare gözü yâre gargaş, dur beni koyma avare kardeş. Ak gözün yatma alarsan, ay kimi batma alarsan. Meşki fare gözün yâre kardeş, dur beni koyma avare kardeş. Sen yıkıldın yastık versem, geldim erken doldu çemçem. Çöllere su cari oldu,
Kamuleydi nehri elgam meşti fare gözü yara kardeş Durmeni koyma avara kardeş Meşti fare gözü yara kardeş